kimi, falan kəs mehriban adamdır. Ən çox da mən o mehriban adamlardan qorxuram. Çünki insan lazım olduğundan artıq mehriban olanda, lazım olandan adam belə o əmlak alverçiləri olur. Belə makler deyirik də indi mən Azərbaycan. Elə görürsən ki, ev satır, nə bilim, uşağın başını çıxarır. Nə qədər uşaq cibimdən də həmişə bir konfet çıxardır, uşağa verir hələ. Həmişə belə mehriban, belə and içməyə həmişə bir yeri var. Nə bilim, həmişə bir şahidi olur. Belə də yedi ki, satdı, səhərsi gün buna zəng gəlirsən, görürsən səsi də dəyişib. Qardaş, qardaş, mən onun ağarım, mən nətər eləyim, o mənlik, bəs dünən bu uşağa konfet verirdin, bəs dünən bu mehriban, haray, bax, indi o mən peşəni aşağılamıram, indi keçən dəfədə bir dostuma deyirəm, ümumiyyətlə bunu danışandan sonra bu əmlak alverçisi olmaq da ayrı bir zülümdür, aparırsan bir ev göstərirsən, müştəri çıxır, evə baxır, gecən səhərə kimi yata bilmirsən ki, indi o ev sahibi ilə özü görüşdü, danışdı, əlaqələr yarandı. Bilmirsən, ev həqiqətən satılır, bunun içində şübhə qalır ki, evim mənim müştərimə satdım, mənə pul vermədi. Ay, ilahi, bu insana bu nə qədər əzablardır vermirsən, bu rahatlıq yoxdur mu bu dünyada, bu həyatda? İndi o sözü nəyə gətirirəm? Məsəl üçün, söhbət o yanında rahat olduğun adamlardan gedir söhbət. Kafkanın sözü var, mənim yalnızlığım insanlarla doludur. Oturursan, məsəl üçün, söhbət eləməyə, yanında rahat olduğun, güvəndiyin, inandığın, bir adam gəlir, bir də görürsən söhbəti, elə mehriban, qorxa-qorxa qalırsan ki, ay Allah, görən bunun bu mehribançılığın axırı nə olacaq, nə? Paz hardan girəcək? İstismarçı